Başladıq. Harfiyə. İlk dərsimizdə əgər xatırlayırsınızsa, demişdik ki, informatika fənninin 3 dənə tərkib hissəsi var. Hardware, software, bir də brownware. Hardware aparat təminatı və ya texniki təminat deməkdir. Bu bölmədə kompüterin qurğuları, onların adları və nə iş görür, iş prinsiplərini öyrənəcəyik inşallah. Software bölməsində proqramlarını öyrənəcəyik. Kompüterdə hansı proqramlar var, adları nədir və hansı proqram nə iş görür. Brownware isə alqoritmləşdirmə və proqramlaşdırmadır. Python proqram dilini öyrənəcəyik. Və bugün ilk mövzu olan hardware-dən danışırıq. Bir daha qeyd edirəm ki, hardware-də biz qurğuları, onların adlarını və iş prinsiplərini öyrənəcəyik. Uşaqlar, kompüterin qurğuları növünə görə 2 yerə bölünür. İş prinsipinə görə isə 3 yerə bölünür. Deməli, növünə görə bölünür əsas qurğular, bir də köməkçi qurğular. Əsas qurğular, bir də köməkçi qurğular. Əsas qurğulara deyirlər həm də təməl qurğuları. İş prinsipinə görə isə 3 yerə bölünür. Daxil etmə qurğuları, həm də giriş qurğuları deyirlər. Xaric etmə qurğuları, həm də çıxış qurğuları deyirlər. Həm daxil etmə, həm xaric etmə qurğuları, həm giriş, həm çıxış qurğuları deyirlər. Kompüterin 4 əsas qurğusu var. Monitor, klaviatura, siçan, bir də sistem bloku. Bu 4 qurğudan başqa qalan bütün qurğular köməkçi qurğular adlanır. Və sizə deyilsə ki, kompüterin hansı sırada belə bir test düşsə ki, köməkçi qurğularını müəyyənləşdirin. Bu 4 qurğudan başqa yerdə qalan bütün qurğuları, təbii ki, xarici qurğulardan söhbət gedir. Biz nə edəcəyik? Əsas qurğu kimi götürəcəyik. Bəs niyə görə iş prinsipinə görə giriş qurğuları və ya çıxış qurğuları həm giriş, həm çıxış qurğuları deyirlər? Elə qurğular var ki, həmin qurğular vasitəsilə biz əmrləri, komandaları kompüterin içinə daxil edirik. Ona görə də həmin qurğular daxil etmə və giriş və ya giriş qurğuları adlanır. Elə qurğular var ki, o qurğular vasitəsilə kompüterin içində olanlar bizə təqdim olunur, çölə çıxır. Yəni xaric olunur. Ona görə də bu qurğulara xaric etmə və ya çıxış qurğuları deyilir. Elə qurğular var ki, iki işi bir yerdə görür. O qurğular həm informasiyanı kompüterə daxil edir, əmr və komandaları, həm də kompüterin içində olanları bizə təqdim edir. Bu qurğular isə həm giriş, həm çıxış qurğularıdır. Məsələn, giriş qurğularında biz birinci danışacağıq klaviaturada. Siz ekranda klaviaturanın şəklini görürsünüz. Azərbaycan dilində klaviatura deyirlər. Buna ingilisdə deyirlər keyboard. Düzbucaqlı formasında bir qurğudur. Üzərində düymələr var. Həmin düymələrə klavişlər deyilir. Və klaviatura vasitəsilə biz hərfləri, rəqəmləri, bəzi komandaları, əmrləri kompüterə daxil edirik. Nə edirik? Daxil edirik. Daxil etdiyimizə görə bu necə qurğudur? Daxil etmə qurğusu. Axı, daxil edirik. Klaviaturanın üzərində bu düymələri görürsünüz. Bunlar klavişlər adlanır. Və klavişlər 5 əsas qrupa bölünür. 5 qrupa bölünür. Hansılardır? Hərf rəqəm klavişləri, funksional klavişlər, kursoru idarə edən klavişlər, bunlara hərəkət və ya istiqamət klavişlər də deyilir. Rəqəm klavişləri, bir də xüsusi klavişlər. Xüsusi klavişlərə eyni zamanda təzə kitablarda xidməti klavişlər də deyirlər. Hərf rəqəm klavişlərinin üzərində hərflər və rəqəmlər olur. Biz həmin hərf və rəqəmlərdən istifadə edərək hərfləri və ya rəqəmləri kompüterə daxil edirik. Məsələn, salam sözünü yazmaq üçün əvvəlcə üzərində S yazılan düyməni vuracaq, sonra A-nı, sonra L-nı, sonra A-nı, sonra B-nı. Düzdürmü? Hərf rəqəm klavişləri. Hərf rəqəm klavişlərindən başqa bizə nəzərən sağ tərəfimizdə, bizim sağ əlimiz tərəfdə ayrıca üzərində rəqəmlər olan klavişlər var ki, bunlara rəqəm klavişləri deyilir. Elə klavişlər var ki, üzərində həm hərflər, həm rəqəmlər olur. Adətən klaviaturanın birinci sırasında verilir. Birinci və ya ikinci sırasında. Bundan əlavə, üzərində yalnız rəqəmlər olan, hərflər olmayan, deməli, klavişlərdə var ki, daha rəqəmlərlə rahat işləmək üçün nəzərdə tutulub. Bunlar rəqəm klavişləridir. Klaviaturanın birinci düzümündə F1-dən F12-yə qədər düymələr var. Bunlar funksional düymələrdir, funksional klavişlərdir. F1-dən F12-yə qədərdir. Funksiya sözündəndir.
Hər birinin özünün ayrıca işi var. Yəni F1 nədir, F2 nədir, F3 nədir? Bunları biz bunlardan danışmayacağız. Çünki sizə sadəcə olaraq onların adlarını bilməyiniz kifayətdir. Yəni sizdən soruşsa ki, hardware testlərindəki deməli funksional klavişlər hansılardır? Hansılardır? F1-dən F12-yə qədər. Bəzən variantlar içində saçdırmasın F15 falan yazırlar. Şagird də fikirləşir ki, F ilə başlayırsa demək funksionaldır. Xeyr, 12 axırıncıdır. F1-də başlayır, bir də F2-də qurtarır. Bir də kursoru idarə edən klavişlər. Kursor nədir uşaqlar? Kursor şaquli formada bax bu yanıb sönən xətti görürsünüzmü burada? Yazı yazanda bax indi görürsünüzmü? Bax burada yanır sönür. Görürsünüz, görmürsünüz. O mən indi onu biraz qabağa çəkim, sizə Görürük. onu rahat çəkim. Görürüm, görürük. Hə. Bax görürsünüzmü? Bax, gördünüzmü? Hərəkət edir. Bax bu kursordur. Evet. Simvolun yerini müəyyən edir. Sən klaviaturada nə daxil eləsən, kursordan solda düşəcək, kursor ondan bir addım sağa gedir. O kursoru idarə edən düymələr var. Həmin düymələr hansılardır? Sola ox, sağa ox, yuxarı ox, aşağı ox düymələri. Bu düymələr vasitəsilə deməli, sola ox düymələr vasitəsilə hər dəfə sola ox düyməni sıxanda kursor bir simvol sola gedir. Baxın, hal-hazırda kursor hansı simvoldan sonradır? Görüm kim görəcək onu. Sözden sonra müəllim. Buradan. Hər dəfə bəli, sola oxu vuranda bax, bir hərf sola gedir. Sağa oxu vuranda isə bir hərf sağa gedir. Yuxarı ox isə bir sətr yuxarı gedir. Baxın, yuxarı bir sətr qalxdı. Aşağı ox isə nə eləyir? Bir sətr aşağı düşdü. Aydındırmı? Deməli, sola ox bir simvol, kursoru bir simvol sola keçirdir, sağa ox sağa keçirdir, yuxarı ox bir sətr yuxarı keçirdir, aşağı ox isə bir sətr aşağı keçirdir. Bundan əlavə, bundan başqa kontrol düyməsi var. Ctrl yazılır üzərinə. Kontrol düyməsi ilə sola oxu vuranda isə bir söz sola keçirilir. Baxın, kontrolla vuranda birbaşa sözün əvvəlinə gəlir. Kontrolla sağa ox isə bir söz sağa keçirilir. Kontrolla yuxarı ox bir abzas yuxarı keçirilir. Deməli, adi sağa ox, üzr istəyirəm, yuxarı ox bir sətr yuxarı keçirilir. Kontrolla bir abzas. Kontrolla sola olanda isə, kontrolla aşağı olanda isə bir abzas aşağı keçirilir. Bundan başqa home düyməsi var. Home yazılır. Kursoru sətrin əvvəlinə gətirir. Yəni, baxın, kursorla tutaq ki, sətrin sonundadır. Bax, müasir sözündən sonradır. Home vuranda nə edəcək? Gətirəcək kursorun əvvəlinə. End isə son deməkdir. Kursoru bir sətrin sonuna gətirir. Control Home düyməsi eyni anda sıxanda kontrolla sənədin əvvəlinə gətirir. Control End-lə vuranda isə baxın düz sənədin arasına gətirir, sonuna gətirir. Yəni təkcə home sətrin əvvəlinə, təkcə end sətrin sonuna. Control-la home sənədin əvvəlinə, control-la end sənədin sonuna. Bundan başqa page up və page down düymələri var. Page up kursoru bir səhifə yuxarı qaldırır. Page down düyməsi isə kursoru bir səhifə aşağı endirir. Hal-hazırda baxın biz 42-ci səhifədəyik. Görürsünüz page up düyməsini vuranda nə baş verəcək? Bu klaviatürünü tapın. Bizi qaldırdı hara? 41-ci səhifəyə. Page down-u vuranda isə 42-yə sonra qrupça endirdi. Aydındırmı? Page up ilə page down da fərqi budur. Bunlar kursoru idarə edən düymələrdir. Bundan sonra başqa xidməti klavişlər var. Caps Lock. Caps Lock bütün hərfləri böyük yazır. Yəni Caps Lock-u sıxandan sonra sən klaviaturda nə daxil etsən böyük yazacaq. Enter kursoru yeni sətrə keçirdir. Tab boşluq buraxır. Yəni bir abzas boşluq buraxır. Yəni baxın bir abzas qədər boşluq buraxır. Uzun bir düymə var, adına space bar deyirlər. Adi boşluq buraxır. 4 dənə space bar, bir dənə taba bərabərdir. Namluk rəqəm klaviaturasını aktiv edir. Namluk sönülü vəziyyətdə olanda bayaq demişdik, rəqəm klavişləri var. Biz o rəqəmləri yaza bilməyəcəyik. Əgər siz də kompüterdən işləyəndə rəqəmə vuranda rəqəm yazılmırsa, bilin ki, barmağınız dəyib namluk sönülü olub. Delete kursordan sağdakı simvolu silir. Məsələn, baxın, indi hal-hazırda mən kursoru qoyuram I ilə D-nın arasına. Görürsünüzmü? I-dan sonra D-dan əvvəl. Hər dəfə delete vuranda kursordan sağdakını siləcək. İndi mən delete vuranda nəyi silər? Hansı hərfi silər? Ana. Nəyi? Ana. Yox. Ana. Baxın, kursor kursordan sağdakını silir. Ha, bəli, tamam. D-nı silir də, D-nı. Sağdakını silir axı. Bax görürsən sağdakını, kursorun sağındakını silir. Backspace isə backspace yazılır üstünə. Hər dəfə backspace vuranda kursordan nəyi silir? Soldakını silir. Görürsünüz?
Aydındır. Bəli. Aydın deyil. Bəli, bəli. İndi mən burada yazıram ki, məsələn, bir dənə söz yazıram. Yazıram ki, məsələn, yazıram ki, imtahan, imtahana az qaldı. İmtahana az qaldı. E, kursoru da gətirib qoyuram hara? Tutaq ki, qoydum n-dan sonraya. A-dan sonraya özür istəyirəm. Bax, kursoru qoydum A-da. Bax, bu birinci A-dan, bu A-dan sonraya. Sonra deyirəm ki, nə baş verəcək? 2 dəfə delete düyməsini sıxsam, sizcə hansı hərflər silinəcək və nə qalacaq? Kim deyər? Bir dəfə delete vursan, delete kursordan sağdaşını silir. Bir dəfə delete vuranda nəyi siləcək? Enlə nasıl necə? N-nı siləcək. Bax, buradadır. Hamısı. Bax, buradadır da. Düzdürmü? Bir dəfə delete vuranda n-nı və a-nı. Oldu, imtaha az qaldı. Aydındır, bəs backspace 3 dəfə vursam, 1, 2, 3. İmt az qaldı. Aydın oldu. Bəli. Nə, Bəli, bəli. nə aydın olmadı? Aydın. 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 Deməli, bu klaviaturaları biz öyrənməliyik. İkinci əsas qurğumuz monitordur. Monitor uşaqlar kompüterin ekranına deyirlər. Baxın, şəkili mən sizə göstərirəm. Monitor kompüterin ekranına deyirlər. Televizorun ekranı, kompüterin ekranı, telefonun ekranı monitor adlanır. Monitor vasitəsilə bizə nə təqdim olunur? Kompüterin içində olanlar monitorda göstərilir də. Telefonunuzda, WhatsApp-da kimisə mesajına baxanda, ya bir videoya baxanda telefonun arxasına baxmırıq ki, önünə baxırıq da monitoruna. Düzdür? Monitor bizə hər şeyi təqdim edir. Təqdim elədiyinə görə də bu xaric etmə qurğuları adlanır. Axı bizə göstərir, çölə çıxardır. Klaviaturanın içinə daxil edirik, daxil etməlidir. Monitor çölə çıxardığına görə xaric etməlidir. Deməli, monitor xaric etmə qurğusudur. Monitorun 3 növü var. Birinci növü adlanır elektron şüa borulu. Bax, ekranda gördüyünüz bu monitorlar sizin yadınıza gəlməz. Ən köhnə növdür. Keçmişdə evlərdə televizorlar belə idi. Arxasında belə sıxıntılı, çox keyfiyyətsiz, deməli, görüntü təqdim eləyirdi. Görüntülər adından da göründüyü kimi elektron şüa borulu və adından da göründüyü kimi şüalar vasitəsilə təqdim olunurdu. Şüalar vasitəsilə təqdim olunurdu. Buna da ingiliscə CRT deyirlər. CRT, Cathode Ray Tube sözlərinin qısalmış formasıdır. Ekranda görüntülər nöqtələrin vasitəsilə formalaşırdı. Nöqtələrdə piksellər deyildi. Nöqtələr o qədər böyükdür ki, mən xatırlayıram bizim uşaqlıq illərimizin, gənclik illərimizdə 2000-lərə qədər bu televizorlar idi. Ekranda nöqtələr o qədər böyükdür ki, ekrana diqqətlə baxanda nöqtələri gözlə, insan gözü ilə görə bilirdi. Və burada sanki ekranda qığılcımlar görürdük, qığılcımlar görürdük və böyüklər həmişə bizə deyərdi ki, çox yaxına oturma, gözün xarab olacaq və ya uzaqdan bax. Şüa verirdi o. Elektrik enerjisindən istifadə edirdi. Elektrik enerjisi şüaya çevirərək ekranda görüntü yaradırdı. Hal-hazırda bu deməli televizorlardan istifadə olunmur monitorlarda. Növbəti ikinci növ monitorumuz maye kristal monitorlarıdır. Yəqin ki, bu monitorları da görmüsünüz. Hal-hazırda evimizdə, əksər evlərdəki televizorlar və eyni zamanda müasir kompüterlərin əksəriyyəti ekranı bəs bunlardır. Maye kristal da görüntünün şüa vasitəsilə təqdim edir, amma buna baxmayaraq maye elektron şüa boruluya baxanda biraz şüalanması azdır. Üçüncü isə LCD plazmadır. O nazik televizorlar olur, divara falan vururlar. Burada şüalanma yoxdur. Burada görüntü çox keyfiyyətlidir. İyon maddələrin hərəkəti nəticəsində enerji ayrılır və ekranda olan görüntünü formalaşdırır. Nöqtələri formalaşdırır. Çox keyfiyyətli bir görüntü var. İnsan gözü bu televizorlara baxanda yorulmur. Və monitorun ölçüsü deyəndə nə nəzərdə tutulurdu? Diaqonalın ölçüsü nəzərdə tutulurdu. Diaqonal nədir? Diaqonal bilirsiniz riyaziyyatdan, yəni 2 dənə qonşu bucağı, bax, belədir də, düzdür? 2 dənə qonşu bucağı arasını birləşdirən məsafədir. Arasındakı məsafə deyirlər diaqonal. Siz evinizdə televizorunuzun, yəni ki, hər kəsin təbii ki, evində televizoru var, ekranını ölçəndə onun nəyini necə ölçərsiniz? Diaqonalı ölçərsiniz, diaqonal xətti ölçərsiniz. Eninin uzunluğundan metrlə ölçmürük. Diaqonalını ölçürük. Diaqonal televizorun
Deməli ölçüsü müəyyən olunur. Monitorun ölçüsü müəyyən olunur. Vahidi də düyümdür. Bir düyümdə 2,54 santimetrə bərabərdir. Məsələn, bax bu tipli suallar imtahana düşə bilər. Deyər ki, məsələn, Əligilin evlərinin divarında, Əligilin evlərin divarında 60 santimetrin 80 santimetrə boş yer var. Əli neçə düyüm televizor alsın ki, bura yerləşsin. Deməli, biz bunun əvvəlcə diaqonalını çəkəcəyik. Diaqonal olacaq nə qədər? X santimetr. Bu sizə nəyi xatırladır? Nədir bu? Ümumiyyət teoremi. Pifagor teoremi. Pifagor bəli, çəkdim. Nə deyirdi Pifagor teoremi? 60-ın Bir də kvadratına təlim 80 kvadratları kvadratına. bir dənənin kvadratına bərabərdir. Yəni, burada mən alıram ki, 60-ın kvadratı plus 80-in kvadratı bərabərdir. Nəyin kvadratı? X-in kvadratı. X-in kvadratı. Değil mi? Və buradan da X bərabərdir. Kök altında 100 60 edir cavab. kvadratı plus 80 kvadratı. Buradan da 100 çıxacaq da 100. 100 santimetr tapdıq. Bax bu x-i tapdıq nə qədər? 100 santimetr. 100 bildinizdə niyə çıxdı? Niyə elədi? Kimə aydın olmadı? Niyə elədi? Hayır. İsmail aydındır niyə 100 elədi? Yox. İsmail buradasan? Vaqif sənə aydın oldu niyə 100 elədi? Bəli, Bəli. Yağmur niyə 100 elədi? Heç kim yoxdur ki burada. Neçə nəfərik biz burada hala? Buradasın. Keçmişsiniz Pifagor teoremini. Bəli. Hə, 100 santimetr. İndi əgər məsələnin şərtində deyilsə ki, Vaqifgilin televizorun diaqonalı nə qədərdir? 100 santimetr. Yox, düyümdən deyirsə, deməli uşaqlar, santimetrdən düymə keçəndə 2,54-ə bölmək lazımdır. Bir düyüm nədir? Düyüm ekranın vahididir. Bir düyüm bərabərdir 2,54 santimetrə. Santimetrdən, bunu qeyd edin, santimetrdən düymə keçəndə, deməli, nə edəcək? 2,54-ə böləcəksən 2,54-ə. Yox, düyümdən santimetrə keçəcəksənsə, məsəl üçün, düyümdən santimetrə keçəndə vuracaqsan 2,54-ə. Özün desən ki, 10 düyüm neçə santimetrdə, onu 2,54-ə vurarsan, 25,4. Yox, 10 santimetr neçə düyümdür, onda onu 2,54-ə bölərsən. İndi biz də tapmaq lazım ki, neçə düyümdür? 100 almışıq da, 100-ü də böləcəyik nəyə? 100-ü böləcəm 2,54-ə. Burada bir məqam var. Biz hər zaman bölmə zamanı tam hissəni götürürük uşaqlar. Hər zaman tam hissəni, kəsr hissəni götürmürük. Məsələn, 100-ü 2,54-ə böləndə 39,37. Deməli, biz nə götürəcəyik burada? 39 götürəcəyik. Yadınızda saxlayın. Həmişə tam hissəni götürürük. 39 düymlü televizor almalıdır da burada. Niyə tam hissəni götürürük? İndi biz, çünki sən kəsr hissəni götürsən, 39-u, yox, 40 götürsən, 40-ı 2,54-ə vuranda 101,6 aldın axı, amma səndə 100 santimetrdir axı, düzdür? Çoxu aldın axı. Ona görə də biz həmişə nəyə götürürük? Tam hissəni götürürük. Aydındır uşaqlar. Məsələn, tutaq ki, nəyisə böldün, 10,9 aldın. Ta fikirləşmə, 10,9 isə mən onu 11 götürüm. Yox. Yenə 10 götürəcəksən. 11 götürməyəcəksən. 10,1 də alsan 10 götür. Həmişə tam hissəni götürün də. Yəni qısa yadda qalar, kəsr hissəni götürməyin. Aydındır? Aha. Hə. Bu bizim monitorlarımız idi. Monitorda əsasən rənglər 3 rəngin köməyi ilə formalaşdırılır. Bu rənglər də, deməli, hansı rənglərdir? Bu rənglər də red, green, blue, RGB rəng modeli, qırmızı, yaşıl, mavi rəng modeli. Üçüncü əsas qurulumuz sundur. İngilis dilində buna mouse deyirlər. Görünüşünə görə, sana bənzədiyinə görə sun giriş qurulusu, buna sun deyiblər və iş prinsipinə görə giriş qurulusu və ya daxil etmə qurulusudur. Çünki sunun vasitəsilə biz əmr və komandaları kompüterə daxil edirik.
Sən iki düymədən bir təkərcikdən ibarətdir. Birinci düymə, sol düymə əsas düymədir, sağ düymə köməkçi düymədir. Düymənin bir dəfə sıxılmasına çıqqıltı, ingiliscə buna klik deyirlər. İki dəfə ardı sıxılmaya isə qoşa çıqqıltı və double klik deyirlər. Əsas düyməmiz sol düymədir. Düzdür, biz onu içərdən hardware, deməli, kontrol paneldən, idarəetmə panelindən dəyişib əsası sağı əsas, solu köməkçi edə bilərik, amma etmirik də. Yəni demək olar ki, əksər bütün kompüterlərdə əsas sol düymədir. Deməli, bu üzərindəki xırda təkərcik vasitəsilə yuxarı və aşağı səhifələrə doğru hərəkət etmək mümkündür. Ekranda bir çox görüntüləri var. Əsas görüntüsü ox işarəsidir, kursor işarəsidir, nə bilim, çoxlu sayda görüntüləri var Sisanın. Əsas iş qrupu deməli bu nə adlanır? Giriş qrupu adlanır. Sisanın növləri var. Touchpad adlanan bir növü var. Notebooklarda, dizüstü kompüterlərdə bax gördüyünüz bu sensorlu qurğu Sisanı əvəz edən qurğudur. PinMouse adlanan növü var. Qələm, sensor ekranlarda işlənmək üçün xüsusi qələmlərdir. Trackball adlanan növü var. Joystick və joypad adlanan növləri var. Oğlanlar PlayStation-da gediblərsə, bunları yəqin ki, görüblər. Bundan Bəli. başqa sistem bloku. Dördüncü əsas qurğumuz sistem blokudur. Sistem bloku gördüyünüz, baxın, bu qutudur. Müasir kompüterlərdə artıq sistem bloku ləğv olunur, sistem bloku çıxarılır aradan. Vacib kompüterin vacib qurğularını öz daxilində saxlayan, onları kənar təsirlərdən qoruyan bir qutudur. Sistem blokunun önündə, deməli, burada power düyməsi var, kompüteri işə salın düyməsi. Köhnə sistem bloklarında bir reset düyməsi var idi, təzələrində yoxdur. Kompüteri yeniləmək üçündür. Burada DVD disk daşıyıcısı, düyməni vursan, burada qapaq açılır, disk qoymaq üçündür. Burada USB konnektorları var. Yəni USB filan flash kasa taxmaq üçündür. Eyni zamanda sistem blokunun arxa tərəfində burada kolonka var. Yəni səs informasiyası buradan çıxır. Sonra bax gördüyünüz bu sistem blokunun arxa tərəflərində, bax bu tərəflərdə oyuqlar var, yuvalar var. Bunlar xarici qurğuları kompüterə qoşmaq üçündür. Onlara deyilir port deyirlər. Portlar nə iş üçündür? Qurğuları kompüterə qoşmaq üçün. Portlar iş prinsipinə görə ardıcıl və paralel olur. Birinci portumuz PS Drop 2 portudur. Ondan qabaq COM port olmalıdır buralarda. Yəqin ki, hə. PS2 Drop, PS Drop 2 portudur. Sisanı və klaviaturanı qoşmaq üçündür. Düzdür, indi bizdə şəkil rəngsizdir. Yaşıl və bənövşəyi rəngdə olur. Deməli, yaşıl rəngdə olanı sisanı qoşurlar, bənövşəyi rəngdə olanı klaviaturanı qoşmaq üçündür. COM portu hal-hazırda istifadə olunmur, əvvəllər sisanı qoşurdular. LPT portu paralel portdur. Yalnız LPT portu paralel portdur. Qalan bütün portlar ardıcıl portdur. Klaviatur, deməli, faksı, printeri, proyektor kimi qurğuları qoşmaq üçündür. Vega portu, bax bu portdur. Ekranı qoşur, görüntünü təmin edir. HDMI portu həm səsi, həm görüntünü təmin vermək üçündür, təmin etmək üçündür. LAN portudur, kompüteri şəbəkəyə qoşan portdur, internetə qoşur. Bundan başqa USB portu, universal port və USB portu da əksər qurğuları qoşmaq üçün istifadə olunan portlardır. Növbəti giriş qurğumuz bizim mikrofondur. Mikrofon, hal-hazırda səs şəklini görürsünüz. Səs informasiyasını kompüterə daxil edən qurğudur. Biz mikrofona danışırıq, səsimiz kompüterə daxil olur. Mikrofon xarab olsa, sıradan çıxsa bizim səsimiz qarşı tərəfə getməz. Kamera görüntü informasiyasını daxil eləmək üçündür. Ondan sonra digitalizer, buna qrafiki planşet də deyirlər. Deməli, sxem çertyojlar çəkmək üçün istifadə olunan bir qurğudur. TV tuner, əvvəllər biz buna cross aparatı deyirdik. Əksər evlərdə var idi. Müasir televizorlarda ehtiyac yoxdur buna. Çünki ona görə ki, müasir deməli, televizorların içində gəlir. Bəlkə də xatırlayarsınız bir neçə il bundan qabağa qədər. Bəlkə də indi kimisə evində var. Cross aparatı deyərdik. Cross-nya baxmaq üçün pec televizorlarına baxmaq üçün istifadə edirdik bundan. Ştrik skaner var. Giriş qurğularından danışırıq biz. İnformasiyanı kompüterə daxil edən qurğulara giriş qurğuları deyirlər. Skaner adlanan qurğuda giriş qurğusudur. Skanerin 3 növü var. Birinci növ ştrikos skanerlərdə. Bunu görmüsünüz. Hər gün ən azı bir dəfə də olsun marketlərə düşür. Marketlərdə istifadə olunur. Deməli, biz hər hansı bir məhsulu alırıq, onu kasserə təqdim edirik, kassada oturan işçiyə təqdim edirik. O da həmin əlindəki bu skaner vasitəsilə, bunun deməli şüası vasitəsilə
bizim məhsulumuzun üzərindəki barkodları oxuyur və həmin o kasserin qarşısındakı kompüterdə bizim məhsullarımızın kodları, eyni zamanda adları və qiymətləri yazılır. Yəqin ki, görmüşsünüz mağazada. Deməli, ştrik-kod bunlara deyilir ştrik-kod skanerləri. Ştrik-kod skanerləri məhsulların üzərindəki barkodları oxumaq üçündür. Sonra növbəti skanerimiz bizim deməli maqnetik skanerlərdir. Maqnetik skanerləri biz görməmişik, çünki o bankomatların daxilində olur. Bankomatlar da pul satmaq üçün də bilirsiniz, kartdan nağdlaşdırmaq üçündür. Nəyə yarayır bu maqnetik skanerlər? Deməli, hər bir plastik kartın, debet kartı, kaşlok kartı, nə bilim, maaş pensiya kartı fərq eləmir də, plastik kartın arxasında maqnetik zolaq olur. Əgər evdə valideynlərinizin kartı varsa, alıb baxa bilərsiniz. Arxasında qara, bəzən başqa rəngdə zolaqlar olur. O zolağın arxasında kart sahibinin məlumatları saxlanılır. Və biz kartı bankomata daxil etdiyimiz zaman həmin o bankomatın daxilində olan maqnetik skanerlər kartdakı məlumatları oxuyur, ekranda çıxardır ki, məsəl üçün Cəfərin kartında 1000 manat pulu var, Əlməmmədin kartında 10 manat pulu var və s. və daxıra. Bəzən həmin o zolaq zədələnəndə kartı daxil edirsən bankomata, onu neyir? Geri qaytarır. Niyə qaytarır? Çünki kartımızın həmin o maqnetik zolağı zədələndiyinə görə maqnetik skanerlər onu oxuya bilmir. Yəni qısa şəkildə maqnetik skanerlər nə iş görür? Maqnetik skanerlər kağızın, deməli, plastik kartlardakı məlumatları oxuyur. Görüntü skanerləri. Görüntü skanerləri isə kağızın üzərindəki məlumatların şəklini çəkərək kompüterə daxil edir. Yəni bunun da növləri var, burada ehtiyac yoxdur. Yəni flatbed var, shiftbed var, overhead var. Düzdür, mən PDF atacağım, oradan verilib. Amma sizə o qədər də dərinlik lazım deyil. Məsələn, tutaq ki, hər hansı bir şəxsiyyət vəsiqəsinin kopyasını çıxardırıq, düzdürmü? Aparsan kopya çıxardan yeri, deyirsən, bunun qardaş kopyasını çıxart ver mənə. O da həmin bu şəxsiyyət vəsiqəmizi alır, qoyur bu skanerin şəffaf şüşəsinin üzərinə, onun şəklini çəkir, atır kompüterə, oradan neyini printerdən çap edir, çıxardır. Deməli, skanerin 3 növü oldu. Ştrik-kod, maqnetik, bir də görüntü. Ştrik-kod skanerlər məhsulun üzərindəki kodları oxuyur. Maqnetik skanerlər plastik kartların arxasındakı, daxilindəki məlumatları oxuyur. Görüntü skanerlər isə kağız üzərindəki olan məlumatları kompüterə daxil edir. Növbəti, bu bizim giriş qurğularımız idi. Bir daha sayıram giriş qurğularını, informasiyanı kompüterə daxil edən qurğuları. Deməli, klaviatura, siçan, mikrofon, kamera, burada biri qaldı, mən qeyd edeyim onu, web kamera. Deməli, kamera görüntünü çəkir. Sizin telefonunuzun kamera vasitəsilə siz ətrafda hər şeyi çəkirsiniz. Bu zaman görüntü informasiyasını telefona daxil etmiş olursunuz. Bir də var web kamera. Kamera yalnız görüntünü qeyd edir. Web kamera sizə həm görüntünü, həm də səsi qeyd edir. Aydındır, fərqi budur. Çıxış qurğuları, informasiyanı kompüterdən xaric edən qurğular çıxış qurğularıdır. Monitor haqqında danışdıq. Səs düzəldanlar, kolonkalar. İnformasiyanı biz Azərbaycan dilində səs düzəldanır, rus dilində hamı kolonka deyir də. Telefonun mikrofonu xarab olsa, qarşı tərəfə səsimiz getməz. Kolonka xarab olsa, onun səsi bizə gəlməz. Səs informasiyasını xaric edir. Proyektor görüntünü işıq şüalarına çevirərək əks etdirir böyük ölçüdə. Bəlkə də əksəriyyətinizin məktəbində proyektor var. Görüntünü, onun öz ekranı da lövhəsi də olur. Eyni zamanda adi divaran, otağın divarına da belə görüntünü daha böyük ölçüdə əks etdirmək üçündür. Printer çap qurğusudur. Məlumatları kompüterin içində olan mətn və ya qrafik informasiyanı çap etmək üçün istifadə olunur. Printerin 3 növü var. Birinci növü matrisli printerdir, matrisli və iynəli. Bu ən köhnə növ printer hesab olunur. Bu printerlərdə iş prinsipinə görə zərbli printerlərdir. Çünki burada iynələr var. İynənin ucu mürəkkəbə batırılaraq kağız üzərinə simvollar döyəzlənir. Və surəti olduqca aşağıdır. Surəti 1 saniyədə çap edilən simvolların sayı. Onun videosu varsa göstərə bilərsiniz, matrisliyin. Nə göstərim? Matrisli printer var, yeməli. Ha? Hansı iç qurğusunun videosu varsa göstərə bilərsiniz. Necə iç qurğusunun videosu? Yəni o döyəcləmə prosesi var. Onu gərək internetdə axtarıb tapasan. İndi dərsin vaxtın getməsin. Belə, yəni özün yazıb baxa bilərsən də, Google-da yazın. Bilmirəm, valla baxmamışam ki. Bildim mən. İş prinsipi. Yox, məndə təəssüflər olsun ki, hal-hazır videomuzu gərək YouTube-da axtaraq
Bu da vaxtımız getməsin deyə etmirəm də. Bunu uzun dərsdir, istəyirəm ki, mövzunu çatdıram. Yəni kim də maraqlısa yazın ki, matrisli printerin iş prinsipi. Allah'a şükür YouTube-da hər şey var da, axtarıb tapa bilərsiniz. Deməli, zərli printerlərdir. Surəti bir saniyədə çap edilən simvolların sayı ilə ölçülür. Vahidə cıpısıdır. Cıpısı nədir? C, xarakter P, S da C də ingilisin S, bizim C'miz. Sekund, bir saniyədə çap edilən simvolların sayı ilə ölçülür. Olduqca sürəti aşağıdır. İkinci növ printerlər bunlardır. Şırnaqlı printerlərdir. Burada mürəkkəb damcıları istiliklə, temperaturla qurudularaq toz halına gətirilir və kağız üzərinə çilənir. Bu isə matrisli printerlərə baxanda sürətlidir. Bir saniyədə çap edilən səhifələr, bir dəqiqədə çap edilən səhifələrin sayı ilə ölçülür. Vahidə ppm'dir. Pace per minut. Bir dəqiqədə çap edilən səhifələr. Zərfsiz printerlərdir. Üçüncü növ printerlərimizdə lazerli printerlərdir. Olduqca sürətli və bahalı printerlərdir. Son dövrlərin printerlərdir. Deməli, burada printerlər belədir ki, mürəkkəb qurudularaq toz halına gətirir və lazer şüası vasitəsilə qurudulmuş mürəkkəb kağız üzərinə hopdurulur. Olduqca sürətlidir. Bunu da çap keyfiyyəti bir dəqiqədə çap edən səhifələrin sayı ilə ölçülür. Vahidini də yazmışsınız. Pace per minut, ppm. Növbəti çap qurumuz plotterdir. Plotter də printer kimi çap edir, informasiyanı çap edir. Amma məsələ burasındadır ki, plotter böyük ölçülü kağızlarda çap edir, rulon kağızlarda. Məsələn, tutaq ki, xəritələrin, böyük, nə bilim, reklam lövhələrinin hazırlanması üçün o böyük ölçülü kağızlar var. Məsələn, divarlarda, məktəbinizdə vurublar, koridorlarda filan elanlar, şagird davranış qaydaları və yaxud da ki, böyük ölçülü otaqlarda tanınmış şairlərin yazılarının şəkilləri, eyni zamanda məktəbimizdə, hər bir məktəbdə var şəhidlərimizin böyük portretləri. Bax, onlar böyük ölçülü kağızlardır. Orada printerə yerləşməz axı. Bax, xüsusi qrup olan, bax, bu şəkildə görürsünüz ki, xəritədir, səhv eləmirəmsə. Xüsusi bu plotter printerin böyük versiyasıdır. Yəni, böyük ölçülü kağızları çap edir və daha keyfiyyətli çap edir. Aydın oldu uşaqlar? Nə aydın oldu? Bəli, Növbəti qurğumuz uşaqlar həm giriş, həm çıxış qurğularıdır. Deməli, bir daha qeyd edirəm. Giriş qurğuları təkcə görüntünü kompüterə daxil edir. Çıxış qurğuları kompüterdən xaric edir. Həm giriş, həm çıxış qurğuları isə həm kompüterə daxil edir, həm də kompüterdən xaric edir. İndi mən sizə link atıram. Yenidən qoşulun. Biz ətraflı danışaq. Yox, canım.